Mikrofonu da sıx gereklərsə, başlarınız hansısı? Aşağıdakı arkadaşlar səsimiz rahat gəlir ora. Aha. Belə tutmaz rahat olur. Mən də burada təşrif gətirən insanların hamısını salamlayıram. Bağışlayın, məndən burada böyüklər var, sizin qarşısında cəsarət edirəm danışmağa. Amma baxıram ki, ilahi bizə burada dünyaya gətirib, böyük bir xəzinəyi bu torpağın üzərində yaşayır, nəfəs alırıq. Bu xəzinədən, bu torpağın gözəlləşdirilməsi üçün yüksək səviyyədə istifadə etmək lazımdır. Bu torpağın üzərində yaşayan insanlar vəzifəlidir ki, bu torpağa sahib çıxsın və bu torpağı gözəlləşdirsin. Bu cavanları görəndə iftixar duyuruq. Bizim üçün belə şəraitlər olmayıb. Bizim getdiyimiz məktəblərdə ayaq taxtanın arasından yerə girirdi. Həmən məktəblərdən, yetirmələrdən bugün Amerikada alim olanlar var. Yəni, əzablı günlər yaşadıq, ümidsiz olduq və o ümidsizliyin yerini cəsarət doldurdu. Yəni, ümid, qorxu insanı inkişafdan saxlayar. İnsan gərək hər zaman mübarizə aparsın. Odur ki, bizlər də həyatımızla mübarizə apararaq, o əzabların rahatçılığa çevirmək üçün çalışdıq. Mən iftixar duyuram ki, bu yerin üzərində Azərbaycanın övladıyam və Azərbaycanımı heç yana dəyişmərəm. Masallıda ərkivanımı, Azərbaycanda masallımı, dünyada Azərbaycanımı heç yerə dəyişmərəm və dəyişmədim də. Hər zaman özümə sual verdim, ilahi, bu təcrübəni, bu əzablı günləri mənə yaşadaraq, məni Azərbaycanda, masallıda, ərkivanda dünyaya gözümü niyə açdı, məqsədin nə idi? İllər keçəndən sonra yaradıcılıq fəaliyyətimə baxdım, gördüm ki, həqiqətən bir əldə güclü barmaqlar olduğu kimi, bütün bədəni əl idarə edib irəli apardığı kimi, bütün vagonları teplovoz irəliyə dartdığı kimi, hər bir evə, hər bir elə Allah Teala bir teplovoz göndərəcək insanları vagon kimi dartsın, aparsın. Hər bir insanın içində, sizlərin də içində Allah Teala bir zənginliyi gizlədir. İnsanların xasiyyəti ilə barmaq izləri heçsə bir nə qədər əhali varsa üst-üstə düşməz. Odur ki, hər bir insanın içində Allah Teala bir gözəllik gizlədir ki, insan gərək o gözəlliyi kəşf edər. O gözəlliyi və üstünlüyü ilə özünü ucaldıb, o üstünlüyə ehtiyacı olan insanlardan əvəzləşdirib, özü inkişaf edir və inkişafı sayəsində də vətəninə, dövlətinə və bir ağac olub kölgəsində insanları barındırır. Və biz də dünya ölkələrində yük daşıma həyata keçirdik. Əzablı günlər yaşadıq. Yəni, 4-cü sinifə qədər təhsilə gedə bildik. Məhəllə cəmaatının heyvanlarını otarardıq. Dana 1 manat, yəni valalı manat yarım, o birisi belə. Ayın axırında da atam bir tərəfdə durardı, biz bir tərəfdə durardıq. 11 övlad idik, ata ayınlardan ibarət 13 nəfər idi. Balaca bir evimiz var idi, isti münasibət vardı, hörmət, izzət vardı. Balacadan böyə hamısı bərabər şəkildə aşağıdan yuxarıya oturardılar. Anamın bizim qabağımıza qabı yox idi yeməyi qoymağa, kardondan hərəmiz üstündən kardon kəsmişdi. Öylərimiz yeməyi kardonun üstündə qoyub qabağımıza qoyardılar. Amma çox isti münasibət, ehtiram var idi. Təndiri yolun qırağında tikərdilər. Evin qapılarını alçaq eləyərlər, ev yəsinə hörmət, izzət əlaməti olaraq. Çox əxlaqi, mənəvi dəyərlər var idi, insanlıq var idi, sağlamlıq var idi. Bugünkü gün maşallah olsun o əzablardan bir şeylər qalmayıb. Amma bu rahatçılığı qoyub, bu ölkənin inkişafına səbəb ola biləcək cavanları bu ölkədə isti münasibət göstərib, burada saxlamaq lazımdır. Mən masallımızda, Cəllabadımızda bir Alman görmürəm gələ burada yaşayır. Amma Almaniyada nə qədər istəyən Cəllabadlı masallığı var. Ya Rusiyada, ya digər yerdə. Amma baxanda ilahi bizim nəyimiz əskidir. Allah Teala zaten bizi varlı dolayıdır. Əlimizi qaldırar, ilahi bizə yetir, ilahi bəlalarda bizi uzaq elə. Mən belə ümidlərdən heç vaxt barışmadım. Allah bizə əl verib, zaten bizi varlı və xoşbəxt yaşamaq üçün bizi yaradır. Nə suyumuzda məhdudiyyət var, nə havamızda məhdudiyyət var. Allah Teala da elə iqlim verir ki, yoxdur sözümüz yoxdur. Nəyimizdə var? Səy eləyib inkişafımızda var problem.
Yəni mən dünyanı gəzmişəm, yol arxasında Əfqanistanı, Pakistanı, şərq ölkələrində insanların nə cür cəhalət içində yaşadıqlarını görmüşəm. Qərb ölkələrində nə qədər insanların bir-birinə dəstək olaraq o torpağı necə sevərək, oraya hörmət qoyub oranı inkişaf elətməyi görmüşəm. Bəzən deyirlər, balı başdan yeyirlər. Mən buna heç vaxt razılaşmamışam. Bina da binövrədən tikilər. Ağac kökü istəkdə, ağacı saxlayan köküdür. Biz hər şeyin düz olmağını istəyiriksə, özümüz düzəlməliyik. Hər şeyin yaxşı olmağını istəyirsə, özümüz yaxşı olmaq üçün çalışmalıyıq. Göydən yağış kimi tökülmür zibillər, qar yandan yağmır. Yolun qırağında zibillərimiz, kanalizasiyalarımız, hamısı bizim bu gözəl torpağa dəyər verməyimizdən irəli gəlir. Torpağımızı nə qədər sevəriksə, o torpağın zənginləşməsi üçün, gözəlləşməsi üçün çalışaraqsa, and ola ilahiyə, heç kəs buradan heç yana getməz. Biz də bir böyük müəssisə yaratmışıq, aşağı yuxarı 300-ə yaxın işçimiz var. Göyköpədən də bir xeyli adam var bizdən bərabər çalışır. Bəlkə də bizdən işləyən insanların hansısa qohumları burada var. Aşağı yuxarı 20 nəfər Göyköpədən də Cəlilabaddan, Azərbaycanımızın bütün bölgələrindən gəlib biz müəssisədə o işlə məşğul olub, yaradıcılığın və bizim dəstəyimizlə o sahənin sahibi olurlar. Yəni hər bir insan tövsiyəm ondan ibarətdir ki, zaman, həyat bir dəfə verilir. Gəlin qədirin bilək, siz cavanlaradır bu vətənin ümidi. Yəni sizin kimi cavanlar zamanında formalaşdı, 44 günlük müharibədə Cəlilabadımızı qəhrəman rayonlardan biri elədi. Allah onları dönə-dönə rəhmət eləsin. Ən şərəfli məqama yetişən, yüksək səviyyədə xidmət göstərmiş qəhrəman şəhidlərimiz oldu. Cəlilabadımızda, Məsalımızda və Azərbaycanımızda. Yəni biz cənub insanı müharibə vaxtı həqiqətən mən elin o baş olmaz, amma cənub əhalisinin necə çılğın, necə aktiv, necə vətənpərvər, necə cəsarətli olmağı 44 günlük müharibədə bütün Azərbaycan gördü. Və bu cavanlardan ümid, yəni vətənin ümidi bu cavanlardır, bizlərik. Allah bizlərə o qədər güc qüvvət versin ki, biz mal-mülk üçün deyil, sizlərin vətənə sahib çıxması üçün çalışaq. Olan olmazınızı sizlərin yolunda xərcləyək, sizlər də onlara dəyər verəsiniz, bu vətənə bağlı olasın. Qaçıb getməklə, 5 gün rahat yaşamaqla olmaz. Çox adamlar gördü, rahat yaşayış üçün vətəni qoyub, getdi başqa ölkələrə. Amma aqibətləri heç də xeyir olmadı. Bu vətən bizimdir, bu vətənə sahib çıxmaq bizlərə fərzdir. Sizlərdən də tövsiyəmiz odur ki, öndə gedən yaradıcı insanların hekayə yolundan örnək götürüb, onlardan da üstün olasınız. Bizim arzumuz odur ki, biz buralara çatdıq, sizlər bizdən üstün olasınız. Onda bizlər həqiqətən həyata gəlib xərclədiyimiz bu ömürdə bilər ki, nələrsə etmiş olmuşuq. Diqqətinizə görə çox sağ olun. Vallahi iftixar duyuram belə cavanlara. Mənim sizlərə həqiqətən çox təşəkkür edirəm ki, yaradıcı insanlardan bu ölkədə istifadə etmək lazımdır. Dünya malı dünyada qalacaq. Əsas odur ki, o insanları ayaq üstə qalmağı öyrətmək ən önəmlidir. Sizlərə minnətdarlıq edirəm. Suallar var. Biz Abdullah bəylə bağlı kimin sualı varsa buyura bilər. Mən hazıram ki, siz nə etdiniz, nədən irəli gəldi? Yəni bugünkü gün Azərbaycanda nömrəli beynəlxalq yükdaşıma şirkətlərindən biriyik. Dünyanın dörd bir yanında Əlkivan Transport deyilərək, yəni bizim nəqliyyat vasitələri Azərbaycan adına üsrəyli ayrıldığımızı, bayrağımızı dalğalandırır. Mən zamanında Pakistana ilk olaraq Azərbaycan nəqliyyat vasitələri özünün rol arxasında, Suriyada ilə, Əfqanistanda. Yəni marağım onda olar ki, həqiqətən sizlərin istəyi nədir? Bizlər də sizə isti münasibət göstərək ki, necə o ağac yaz vaxtı isti münasibəti ilə budaqdan qopur, payızda soğuk münasibəti ilə budaqdan qopur, bu ölkədən qopur getməyəsiniz. Bizim isti münasibətimizdən vətənə bağlılığınızı sübut edəsiniz. Necə biz vətən aşiqiyik, bu torpağın aşiqiyik, yəni biz bu torpağı heç yerə dəyişməliyik. Sizlərdən də arzum odur ki, bizlərdən bir şeylər istəyin. Yəni dünya malı dünyada qalacaq. Qoy bizim kimlərinizə həyat yaradacağında səbəbimiz olmuş olsun. Kimin nə sual varsa, yəni gəlin demokratik. Sualı olan varmı? Əlim qalxsın. Yoxsa mən bir sualı, əslində bir verəcəklər, biraz elə açılsınlar. Abdullah bəy, mənə maraqlanan sual oldu ki, siz bir xeyli ölkələrə gəzibsiniz, Azərbaycanın tanıtımsız, bayrağınızı asıbsınız, orada bir tanıtım edibsizlər.
bizim milli mentalitetə yaxın ölkələr hansı ölkələrdir? Yəni bizim milli mentalitetə. Ora getdiyi zaman mən Azərbaycanlıyam deyəndə sizə sevgi verən ölkələr, dövlətlər, millətlər hansılardır? Mən ən çox maraqlı gələn hissələrdir. İnsani mərhəmət baxımından, insanlara yanaşmaq baxımından Azərbaycanımızda üstün yoxdur. Yoxdur. Alqışlayalım. Bəzən həyatımızdan şikayətləniririk uşaqlar, tələbələr. Diqqət eləyək. Yəni, həyatda iki cür insanlar var, saydıcılar var, rəhmətçilər var. Mənim atamın maşını olsaydı, pulu olsaydı, bahalı universitetlərdə oxusaydım, falan şey olsaydı, mən gələcəkdə uğur qazanardım. Amma bir sual veririk. Mənim heç nəyim olmamasına rəğmən, mən bu günləri bir şirkət sahibi olmuşam. 300 insana faydalı oluram. Necə oldu Abdullah bəy? Hər şeyimi vardı, yoxsa heç bir şey yox idi. Və necə oldu inkişaf elədi? Bax, sualın biri budur. Abdullah bəy, budur. Baxın, burada bu sual üzərində çox danışmaq olar. Adi biz ailədə bilən övladımızla deyirik ki, hər kəs, yəni hərənin öz yanaşması var. Bir ata ilə oğul müttəfiq olursa, övlad mübarizə olmayacaq. Bir ata, baba pulu ilə öz övladın böyüdürsə, o övladdan o oğula övlad olmayacaq. Ailədə gərək belə mehribançılıq, böyüklüyü bilinən, amma hər zaman müxaliflik oynar ki, mübarizlik yaratsın. İnsan gərək, yəni o sıfırdan başlamaq, əzablı mərhələ qurmaq, bir binanı tikib qutarandan sonra, yəni o ucalıcılığı fəth edəndə onun ətrafındakını gərək kəşf edəcəksən. Mərhələ qoyub o zirvələrə ulaşan adam, qalxan adam, o zirvədə qalmanın yolunu biləcək. Həyat velosiped kimidir. Pedalın fırlasan gedəcək, fırlamasan aşacaq. Hər zaman çalışmalısın. Ora qalxmaq nə qədər şərtdirsə, orada durmaq ondan daha şərtdir. Təpə nöqtəsi T hərfinə bənzər, deyir, o Mimir Sekman deyir. Deyir ki, bir olimpiyada çempionu 100 metr yarışında gəldi, birinci oldu. Mən artıq birinciyəm deyə rahatlamamalıdır. Yəni ki, bu günləri bir gün sonra, 2 gün sonra, 5 gün sonra təzdən məşq eləməsə, növbəti ili ondan daha yaxşı çalışıb, birinciliyi onun əlinə alacaq insanlar. Başa düşdüyüm qədər, hər zaman uğura çatmaq üçün çalışmaq lazımdır. Çatandan sonra təpə nöqtəsində dayanmaq sonra çalışmaq lazımdır. Uduzmaq inkişafçı yoldur. Səhvlər hər zaman aradan qaldırılır. Yəni səhvlər ağlın təməlidir. Amma bəzən insanlar oradan əlköylü olur ki, bəzən çox vaxt olur ki, idmancılarda bəzən olur. Bir dəfə utanlarsa yarışı, ondan sonra onların arxayıncılıqları bu səbəb gümüş almışı gəlirsə birinci ala bilmir. Çünki o arxayıncılığı yaranır onda. İnsanoğlu gərək hər zaman mübarizə var, çalışar. Yəni yaratdığına baxıb dayanmaq, yəni dedimlər velosiped kimi gərək hər zaman hərəkətdə olasan ki, irəli gedə biləsən, həyatda qala biləsən. Yəni arxayıncılıq kimi, ümid kimi, səhlənkarlıq kimi, məsuliyyətsizlik kimi belə amilləri insan gələdir. Ən əsas da qorxaqlıq. Et bilərsən, etmədən bilməzsən. Yəni oturub ümid eləyib yaxşı olacaq deyə oturmaqdansa, pis olarsa belə durub risk eləsən daha yaxşıdır. İnsan ümidlə yaşanmalıdır. İnsan arzuları, xəyallarını geniş eləməlidir. Geniş böyük işlər üçün insanoğlu onları eləyibsə, sən də düşünməlisən, sən də bir insansın, sən də eləməyi bacararsan. Bir gün o zənginliyin özündə tapıb kəşf edəndə, həqiqətən sayılsın adam olacaqsan. Biz ailədə, məsələn, mən onu götürürəm ki, atamın, anamın imkanlı zamanı, əllərinin, qollarının qüvvəli zamanı bizim böyük övladlarımız var. Ailənin böyük övladları var. Onlar mən qədər fərasətli deyil. Mən axırıncı uşaq olduğuma görə ata-ana mənə çatanda həm ata-ana qayğı istədi, həm öz problemlərimi həll eləməliydim, həm də ata-anaya sahib çıxmalıydım. Dedim, elə nə yaxşı ki, ata-anamın kasıb vaxtına mənim həyatım təsadüf edir. Və mənim uğurlarımın nəticəsi, onların bizə verib əxlaqi, mənəvi tərbiyəsi, düz olmağı və o sıxıntılar qarşısında yoxdan var etməyin nəticəsində buralara gəldik çıxdıq. Böyük övladla atmayan qardaşımda dadaş deyərik. Böyük qardaşımla bizim başarımızda, bizim fərasətimizdə çox. Onun toyunda, qız almasında, evinin tikilməsində ata-ana tərəfindən təmin. Onu
bizə çatanda biz həm özümüzü etkilməliyik, həm ata-anamızı. Yüklər çoxaldıqca insan o yükün altından qalxmaq üçün çalışır. Allah bizi hər zaman problemlərlə üzbəyiz olsun. Həyatın dərdin, problemlərin dərd bilməyə, dərs bilək. Hər bir problemdə insanı ucaltmaq üçün Allah Teala bir şərə qoyur. Yəni pis gördüklərimizin arxasında bir yaxşıdır. Allah insanın bədbəxt olması üçün yaratmayıb. Yəni bu gözəllikdə yaradıbsa, bu gözəl təbiəti veribsə, xoşbəxt yaşaması üçün onu yaradıb. Və bu gözəlliyi də ərsiyə gətirib kəşf edən biz olmalıyıq. Bizlər onu gözəl istifadə edib, ən çoxu da insanlara faydalı olaraq. Yəni bizlərdə qabaq necə idi? Birinci çörək bişirəndə çörək verərdə, deyərdə birinci qonşu. Hələ evə girməmiş qonşu. Qonşunun çox istər, payı Allahdan istər. Yəni bunlar gözəl misallardır ki, böyüklərimizdən qalıb və ya uşaqlığımızdan gələndə deyirdim ki, ümid belə bir şeydir ki, atam belə şey danışanda, atam qaytardı, dadaş deyərdi. Qaytardı deyərdi, hə, qarı dedi, ərə gedəcəm, qız dedi, köçəcəm. Qış gəldi, nə qarı öldü, nə qız köçdü. Yenə qaldır və meyli. Dedi, indi sizin oturub gözləyən insanların haqiqəti ona bənzəyir. Bəli, yenə nə Sual olan var? Yoxsa mən burada sual aldım. Sualların əvəzində alıram. Əslində, bunlar mənə demişdə, müəllim, ola bilsin, biz utandıq sual verməyə. Siz verərsiniz, mən ona görə verirəm. Gözəl. Heç Abdullah bəy zirvəyə gəlib, təpə nöqtəsinə, T hərfinə gəlib, çıxıb, sonra oradan dibə endiyi vaxt olubmu? Və ya elə bir zirvədən problemlərə qarşılaşdı, problem çıxdı, sıxıntılar oldu, təzədən ayağa durub davam edə bildimi? Elə bir vəziyyət oldu mu? Necə oldu bəs? Varsa da necə? İnsan bəzən olur sıfıra enməsi, növbəti bir yolun bitdiyi diğer yolun başlanması deməkdir. Əgər sıfıra endizsə, o səhv, ora zirvələrə qalxdınız, o zirvədə qala bilmədiniz, düşdünüzsə, düşmənin səbəbini araşdıracaqsınız növbəti dəfə o zirvəyə qalxanda digər formada. O pilləmi, binövləni daha möhkəm eləyəcəksiniz ki, o zirvədə qala biləsiniz. O səhvlər olmasa ucalış olmaz. Yəni səhvlərin özündən gözəl istifadə etmək lazımdır. Səhvlər, yəni həmişə deyirlər, ağıllı adam, deyirlər, heç bir ağıllı adam səhv eləmədən ağıllı ola bilməz. Ağıl təcrübədə səhvlərdən öyrənir. Türk atalar sözü var, düşmədən düşünmüyoruz. Düşmədən düşünmüyoruz. Yəni səhvlər olmalıdır ki, həyatda doğruları öyrənir. Düşməsən elə arxain olar, o sənə arxainsılıdır. Düşmək, zirvədən düşmək daha önəmlidir ki, səni güclü eləməksin. Başqa sual olan var? Buyur dostum, sual var. Sizə təşəkkür edirəm gəldiyiniz üçün və bizi düşündüyünüz üçün. Bir dənə sual etmək istəyirəm. Siz dünya gəzirsiniz, dünya ölkənin. Gələcək karyera, gələcək zamanlar nəsil üçün. Birincisi, məsuliyyətsizlik nədir? Nəyin üstün inkişaf etməlidir və nə məsləhət verə bilərsiniz? Təşəkkürlər. Məsələn, hər bir övladdan validən sorumludur. Heç bir övlad validəndən sorumlu deyil. Var ailə tərbiyəsi, var da mühit. Bir adam bugünkü gün həyatında ot yandırır, sən deyirsən ki, bana həyatında ot yandırma, adam qayıdıb deyir, mən öz həyatında yandırma. Amma ondan çıxan tüstü mühiti korur. Bizim bugünkü mühitimi korlayan amillər çoxdur. Və də var ailə tərbiyəsi. Yəni, məsuliyyətsiz odur ki, valideyn uşağına qıymamaq. Bəzən qıyın ki, ağacın ucalması üçün ağacın şaxı nə qədər çox olsa ucalmayacaq. Aşağı ağacın şaxını budalayırlar ki, yaxşı da ucalsın. Bəzən valideyn olaraq qıymaq lazımdır. Məsuliyyətsizlik birinci növbədə ailədə övlada valideyn vardır. Hər bir şəraiti yandır. Çünki ayaqçılıq, ayaqqabı geyməyən, biz üç qardaşa bir kaloş geyinərdik. Böyüdən balacaq, kaloşun barmağına əski tapardı, mən də geyinərdim. Kostyumu böyə vardılar, soruşanda uşaq idi, niyə böyə aldı? Deyərdim, dadaşım dedi, gələni də geyinəsin. Bilmirdim, nə cavabı. Dadaşım deyərdi, gələni də geyinəsin. Yəni, insanlar sıxıntıdan irəli gedir. Amma adam saat 11-ə qədər yatacaqsa, uşağa deyirmən, səs salma, durmayacaq, yox, onunla olmaz. Ən dünyaya övlad gələndə, əlinin içi ilə əlinin arxası dabanır, dərlər hamısı eyni olur. Orqanizmdə orqanizmin ağırlığı əlin içinə düşdükcə möhkəmləşir, ayağın altına düşdükcə möhkəmləşir. Əlin içinə tikan dəyən kimi çırpır, əllə həmən tikanı tutursan, heç olmur. İndi insanları həyatda problemlər
problemlərlə baş-başa qoymaq lazımdır ki, həyatın istisin, soğuğun almasınlar. Hər bir yaşda, bəzən sosial şəbəkələrdə mən o balaca nəvəmi götürüb, suyun içinə zadına qoyuram. Çünki biz elə böyüdük, ayaq-yalın böyüdük. Soğuqda, palsıqda, zadda maykamızı çövrərdik başımıza, atın dırnağının yerindən su içərdik. Ayağının yerindən su içərdik. O formada, mən demirəm, indi bugün hər şərait varsa olur. Yəni, sıxıntılar insanın möhkəmlədir. Hər bir yaşda insan istər psixoloji olaraq, istər fiziki olaraq formalaşmalıdır ki, gələcək bir növbəsi sağlam olsun. Mənim 53 yaşım var, bel necə ağrıyım hələ bilmirəm. Yəni, zamanında o qədər zəhmət çəkmişim, bel əzələləri, o fəqərələri tutmaq üçün mükəmləşdirmişim. Hər bir halda insan özünü formalaşdırmalıdır. Birinci növbədə özün üzərində çalış. Heç nəyə pəs edilir. Önümə çıxan hər bir hadisənin altında bir səbəb, hər bir səbəb bir imtihan. Sənin uzalışınız. Başqa sual olan var? Buyur dostum. Siz bu biznes planını qurarkən və o yolda irəliləyərkən heç yəni siftə də başladığınız vaxtlarda heç çox böyük sizə qapıldınız və yaxud da fikirləşdiniz ki, belə bu zirvəyə gəlib çıxa bilməyəcəm, belə bir problemlər yaranır. Heç vaxt ümidsiz olmadım, amma xəyal edə bilməzdim ki, buralara gəlib çıxam. İlk illər velosiped yığardım, ikisindən üstündən bir dənə kəndə qurda kirayə verərdim. Sonra zapım oldu, sonra nolobirim oldu, yavaş-yavaş. Mən düşündüyüm qısa bir balacayı da əhatə edirdi. Bir maşında, iki maşında. Amma ilahinin verdiyi daha çox oldu. Yəni, biz nə düşünürdük, ilahi nələr verdi bizə. Yəni, düşündüyümüzdən də artıq dahasını verdi bizə. Demək istəyirəm ki, ondan sonra anladım ki, insan nə qədər çalışırsa Allah birə misli ilə verir və xəyallar, arzular haradasa bitmir. Nə qədər geniş düşünüb çalışsan Allah verəcək. İrəli gedişin yolu hər zaman cəsur, amma ən əsası əxlaq və niyyət saf olmalıdır. Kiminsə ziyanının üstündən xeyir yox, kiminsə bədbəxtçiliyin üstündən xoşbəxtçilik yox, kimlərinsə pis vəziyyətdə olaraq biganə qalıb keçməsi ilə yox. Hamısına dayaq olaraq özünü formalaşdır, insanların gözündə sevilməyə çalışır. Özünü sevməyə, sevilməyə çalışır. Dəyərli tələbələr, bugün qarşınızda olan qonaqlarımız bəlkə də hər zaman düşünürük ki, bir insan zirvəyə gələndə, var-dövlət sahibi olanda, nüfuz sahibi olanda ona dədədən, babadan və ya kimdənsə miras qalıb, o gəldi, o zirvəyə çıxdı. Amma bugün qarşınızdakı olan insanlar sıfırdan zirvəyə gəlmiş insanlardır. Bunların uğur hekayələri, bunların uğur həyatları biz sizə stimul olacaq. Bax, biz keçən görüşlərimizdə demişdik. Bəzən peşənin tələbələrini küçümsüyürlər. Heç nə bacarmadı deyə getdi ora. Amma vaxt olacaq, buradan daxilər çıxacaq. O səhnələrdə sizlər olacaqsınız. Və deyəcək ki, bir zamanlar biz də kimlərsə dinlədik, motivasiya aldıq, istiqamət tutduq, gələcəyimizi qurduq. Çox önəmli, dəyərli tələbələr. Ona görə bu görüş mənim üçün çox önəmlidir, sizin üçün də çox önəmli olduğunu bilirəm. Və indi isə başqa sualımız yoxsa, növbəti qonağımız Rauf müəllimə. Bir dənə də əlavə edeyim. Bizdə də qabaq belə bir misal var da, deyir, ata işləyir, oğul oturursa nələr olur. Amma bunun əksini eləmək üçün ata oğuldan müxalif olmalıdır. Bizlər həmişə dedik övladlarımıza, böyük olmağa çalışın, amma heç vaxt böyük görsünməyə çalışmayın. İnsanlar özlərin böyük olmaq üçün göstərəndə, insanların gözündə göyə uzalan quşlar kimi kiçilər. Odur ki, heç vaxt insanların gözündə çalışdığınız siz böyük görsünlər yox. Özünüz böyük olun. Özünüz böyük olsunuz, sizlərdə Allah bərəkət verəcək, elə böyüyünüzü qəbul edin. Diqqət edin.